bu ki dinimiz deyir, bu dünya, ümumiyyətlə insan həyatı dünyadan başlayır, ölümlə bitmir, davam edir. İmam Hüseyin Aleyhisselam bizə başa salmaq istədi ki, həyat davam edir. Əgər mən bu zalimların qarşısını bu dünyada qalıb ala bilməyəcəmsə, mən bu körpüdən keçirəm o tərəfə. Məl-məvtu illə qəntərə. Ölüm körpüdən başqa bir şey deyil. Mən körpünün o tayından bunları vuracam. Yəni, həyat davam eləyir. Amma buradakılar elə bilirlər ki. Deməli, bir nəfər də olsa, haqdırsa, o bir nəfərin təsiri cəmiyyəti elə dəyişdirir ki, yəni haqqın xasiyyəti olur. Qul innəmə ə'idukum bi vahidə. Çünki nahaq heç vaxt haqqın qarşısında qala bilməz. Və haqqın, həqiqətin avtoriteti o qədər çoxdur ki, nahaq da özünü cəmaata təqdim etmək üçün haqq qarışdırır, haqq paltarı geyindirir özünə. Çünki bilir ki, o avtoritet ondadır, güc, qüdrət, nüfuz ondadır.